Hər vaxtınız xeyir ola. Sualım var, getdi yola. Səyyah yenə düşdü yola. Bütün xeyirlər bizim ola. Deyirəm, bəlkə də Marco Polo, Magellan kimi mən də dünyanı gəzməyəcəm. Amma bizim də dünyanın gözəlliyindən geri qalmayan gözəlliklərimiz var. Bəlkə də Kolumb kimi Amerika kəşf etməyəcəm. Amma yola çıxdımsa, kəşf edəcəyim nələrsə olacaq. Bundan əminəm. Siz də əmin olun. Və gəzdiyim yollarda mənə yol yoldaşı olsanız, sevinərəm. Gəlib çıxdıq nəhayət Tovuza. Xoş gəlmişik, səfa gətirmişik. Elə siz də səyyahın macəralarını izləməyə xoş gəlmisiniz. Gəzək, görmədiklərimizi də bu yollarda görək. Tovuz bəyləri Yusif və Nəsib bəyin imarətlərinin aqibəti. İki keçinin ümidinə qalan körpü. Yuxuda saz düzəltməyi öyrənən Xuda kişinin həyat hekayəsi. Hər şeyi tərsinə görüb, tərsinə danışan adam. Qurutdu, cücəli tovuz xəngəli, birazdan səyyahda. Hər yerin bir ağası olduğu kimi, Tovuzun yuxarı Öysüzlü kəndinin ağasını axtardıq. Dedilər ki, burada, bax elə bu qapıda elçi daşının üstündə oturun, o sizi qəbul edəcək. Mənim də yanımda kim var? Olanım, qalanım, ancaq Bəxtiyardır da. Dedim, ay Bəxtiyar, gəl oturaq bu elçi daşının üstündə, bəlkə bəyi görərik. Bəli, bir zamanlar bu evdə Tovuz bəyi Yusif bəy ailəsi ilə birgə yaşayıb. Bu evi də 1874-cü ildə tikdirib. Amma hal-hazırda Tovuzun yuxarı Öysüzlü kəndində xəstəxana kimi fəaliyyət göstərir. Təbii ki, bina öz orijinallığını az da olsa itirsə də, hələ də səxavətli Yusif bəyin yadigarı ayaqda və yuxarı Öysüzlü kənd sakinlərinin xidmətindədir. Amma eşitdik ki, Yusif bəyin qardaşı da var, hörmətli Nəsib bəy. Onun da evi yaxınlıqdadır. Demək olar ki, yan-bayandır. Yan-bayan inşa olunmuş Yusif bəyin qardaşı Nəsib bəyin evi isə 1885-ci ildə inşa olunub. Amma gördüklərim məni də, Bəxtiyarı da çox təəssüfləndirdi. O möhtəşəm imarətdən bax belə bir vəziyyətdə qalan xarabalığa rast gəldik. Nəsib bəyin evi həm istifadəsiz, həm bərbad, həm də ki, orijinal bir vəziyyətdə qarşınızdadır. Başladıq otaq-otaq gəzməyə. Hər otağa girdikdə də keçmişə qayıdır, Nəsib bəyin ailəsinin bu evdə necə də fəxrlə yaşadığını hiss edirdim. Evdə bizdən başqa heç kimsə yox idi. Amma evin damında Nəsib bəyin olmasa da kiminsə qoyun quzusunu tapdıq. Onlar da burada sakit, səssiz otururdular, bizə hörmət əlaməti olaraq. Amma bu bəylər deyilənə görə çox səxavətli və xeyirsevər olublar. Hətta o vaxtı 19-cu əsrdə kənddə öz vəsaitlərinə məscid belə inşa etdirmişlər. Amma Allaha şükür, məscid hələ də ayaqdadır. Nə deyək? Gəzdikcə həm təəssüfləndim, həm də fikir dünyasına qərq oldum. Bəy olmaqla deyil, kimin əvvəli, kimin axırı, atalar yaxşı deyiblər. Bu da Tovuz bəylərinin imarətinin aqibəti. Tovuzun Yanıqlı kəndi, hörmətli tamaşaçılar, dağlardayıq. Gördüyünüz bu yol hardasa dağların o tayında, yalan olmasın, 35-40 kilometr
o tərəfdə artıq yeriyərək Gədəbəyə keçə bilərsiniz. Amma bura Gədəbəy deyil, bura Tovuzun Yanıqlı kəndidir. Təbii ki 35-40 kilometrə bizim kimi cavanlara, yəni Səbuhi ilə Bəxtiyara heç bir şeydir. Sadəcə bir içim sudur. Amma indi artıq hər kəs müasirləşib, avtomobil var, nəqliyyat vasitələri çoxdur, istifadə də asandır. Gördüyünüz bu körpü də, hörmətli tamaşaçılar, Yanıqlı kəndində 17-ci əsrin yadigarıdır ki, Qanlı Zəyəm çayının üstündə tikilmiş və hal-hazırda gördüyünüz kimi dağılmış formadadır. Onu tam olaraq sizə göstərməyə çalışacağıq. Təbii ki, mənim və Bəxtiyarın səyi nəticəsində. Bəxtiyar qardaşım, sən də çək bunu. Hörmətli tamaşaçılar da görsünlər. Təbii ki, Tovuz sadəcə şəhərdən və mərkəzdən ibarət deyil. Yanıqlı kəndində biləsiniz ki, belə bir körpü var, 17-ci əsrə aid. Gördüyünüz bu körpü, yəni 17-ci əsrə aiddir, yenə xatırladıram. Bişmiş kərpicdən və yumurta sarısından inşa olunmuş. Sadəcə iki tağımın, belə deyək, kökləri qalıb, təməli qalıb. Amma hardasa bu kənd cəmaatı belə xatırlayır, 25 il, 30 il əvvəl bu körpüdən istifadə olub. Yəni, bu körpü vasitəsilə otaya keçiblər, qoyun, mal-qara və ya dərsə gedən uşaqlar bu körpüdən istifadə ediblər. Amma sadəcə 7 tağımdan 2 tağımın təməli qalıb ki, onları siz də canlı-canlı izləyirsiniz. Yanıqlı kəndindəyik, Tovuzda səyyahın səyahəti davam eləyir. Bəxtiyar, söz verirəm ki, hörmətli tamaşaçılar, nə maraqlı bir şey qarşımıza çıxacaqsa, biz sizə onu görüntüləməyə çalışacağıq. Amma hələ ki, səyyah davam edir. Bu körpü onsuz da gördüyünü görüb. Bəlkə də bir vaxtların əzəmət göstəricisi idi. İndi isə iki sütunu qalan bu yazıq körpüyə keçilər belə hücum çəkib. Başım körpünün sağlığını beynimdə canlandırmağı qarışarkən, bir də əyilib nə görsəm yaxşıdır. İki keçi körpüyə necə hücum çəkib. Yenə də üstündə yeməli bir şey olsa, dərd yarıdır. Ay keçi! Bu ehsan deyil, körpüdür. Bunlar nə yiyirlər, ay Bəxtiyar? Çox maraqlı, nə yiyirlər onlar, daşı yalıyırlar, nə edirlər? Ya da bunlar əcdadları deyəsən bu körpüdən istifadə edib, ona görə də ziyarətgah kimi istifadə edirlər. Olar elə. Olar, değil mi, Qadanalı? Olar, olar. Tovuz dediksə, saz deməmək qəbahət olar. Elə biz də saz deməyimizi gördük ki, hamı məşhur sazbənd Xudu kişinin məharətindən danışdı. Buralara gəlmişkən, yolumuzu o kişinin evindən salmamaq günah olardı. Sazbəndliyinə görə təkcə Tovuzda deyil, bütün Azərbaycanda məşhur olub rəhmətli kişi. Yəqin, özündən sonra davamçı qoyub gedər deyə düşündük. Səyyahın işi peşəsi nədir? Hər şeylə maraqlanmaq, lazım gəlsə ilan yuvasına girib siçan deşiyindən çıxmaq. Deyilənə görə saz düzəltmək istedadı Xudu kişiyə yuxuda verilib. Biz səyyahıq, ixtiyarımız da var, o evə qonaq düşməliyik, elə düşdük də.
Ümumiyyətlə, hörmətli tamaşaçılar, bu Tovuz mahalında həqiqətən də hansı evə getsəniz, orada bir saz görərsiniz. Bu, heç bir şişirtmə deyil, həqiqətən də bu belədir. Amma bugün elə bir ocağa gəlmişik ki, bu ocaqda böyük bir sənətkar yaşayıb, həqiqətən də və Tovuz mahalına, nəinki Tovuz mahalına, o cümlədən Respublikaya saz sənətində çox töhfələr verib. Hansı ki, o ocağın, o kişinin hal-hazırda biz evində, eşiyində və bu ocağındayıq və övladıyla və əsas da anamız, yəni o kişinin xanımı ilə tanış olacağıq. Ümumiyyətlə, Fərman Usta həm saz ustası, atasının sənətini davam etdirir, həm də aşıqdır sözün əsl mənasında. Salam aleyküm. Salam aleyküm. Necəsiz? Çox sağ olun Səbib müəllim. Sağ olun. Mən sizi tanıdım, həqiqətən tanıdım. Qoy tamaşaçılar da sizi tanısınlar. Fərman Usta, Bəli. sizi belə tanıyırlar. Bəli. Aşıq və saz ustası. Sazbənd. Sazbənd. Bəli, Sazbənd deyirlər. Bu sənətdə sazbənd deyirlər. Bəli, bəli. Özünüzü biraz tanıtdırın. Kimsiz və kimin oğlusunuz? Mən Türk dünyasında indi cəmaatımızın, xalqımızın, yəni qoyduğu ada görə indi bu sonraki müasir devirdə mənim atam Dədə Xudu adından tanınmış məşhur sazbənd olub. Mən Xudu kişinin oğluyam. Və sizin adınız? Mənim adım Fərmandır. Uzun müddət mənim atam bu sənəti davam etdirib, yaşadıb. Yəni bu həm bizim millətimizin, Azərbaycan xalqının milli sənətidir. Həm də ki, Allah Taala'nın ona bəxş elədiyi, qismət elədiyi yuxuda. Elə belə Yuxuda. Bəli. Yəni necə? Yuxuda yatdığı yerdə yetim böyüyüb Səbuhi müəllim. Kasıbçılıqla, uşaq vaxtı, yəni ana himayəsində imkansızlıq. Yəni qonşuda saz var idi, ondan sazı o vaxtı başqa, yəni ki, demək istəmirəm, bu ermənilər düzəldirdi. Atam o qədər onun həsrətində olub ki, eləcə elə bir ki, gedib çəpər dibindən saza baxırmış ki, ay Allah görən, mənim də nə vaxtsa sazım olacaqmı? O fikirlə atam yuxuda, Allaha qurban olun bu yuxuda, yəni ki, mənim gətdi yuxuda ona bir nurani, indi onu demək olmur da, indi bunu gözlə görmək də mümkün deyil. Təbii ki, o bir hissiyatdır, yaşanmış bir... Bəli, yuxuda Allah Taala ona haqdan gəlir, vergi verir, bir kişi deyir ki, bala, sən işdə, sənin çünki atamın meyli sazaydı axı. Sən işdəgindən sazı deyir, hər dəfə mənə bir hissəsini öyrədirdi işləməyi. Hər dəfə deyirdi, bala, sənin qismətin bundadır. Sizə deyirdi. Atama. Atama deyirdi. O yuxuda gördüyü kimsə, şəxs, Bəli, bir şəxs. Kimsə. Və axırıncı özü də deyirdi ki, bir qabırğa var. Çünki bu qabırğa salınanda bu sazın elə bir ki, heç bir yeri hiss olunmur. Yəni sıxılır da, daha doğrusu sıxılır, ona paz kimi geydirilir, o sazı sıxır. Onu da ki, heç yəni tanıdığı bir aşıq, onu sazdan baş çıxmır da, tanıdığı elə-belə saz ifaçısı bir aşıq deyib ki, bunu belə eləginən. Yəni bu da onda görsənib. Və o cümlədən mənim atam, indi anam da yəqin ki, məndən yaxşı. Mən gözümü açıb, Danışdıracağıq. mən gözümü açıb bu ocaqlıqda gözümü açmışam ki, yəni atam saz düzəldir. Mən də başlamışam bu sənət, düzdür, qardaşlarım indi başqa sahədə işləyirlər. Amma məni atam sırf bu sənətə yetişdirir. Sizi yetişdirib, yoxsa siz də atanız kimi nəsə belə həvəsiniz olub? Yoxsa məcburiyyətdənmi ki, pul qazanım filan? Yox, həvəsim olub Səbuhi müəllim. Allah canını sağ eləsin, yaxşı oğlanlarımızın, Allah elimizi, obamızı şen eləsin. Bəli, sənəti yaşadırlar. Yaxşı oğlanlar indi bu son dövrdə, düzdür, atam çox yüksək səviyyədə bütün rayonlardan, bütün xarici devlətlərdən, İrandan gəlirlər, Türkiyədən, Almaniyadan, nə bilim, Fransadan, Hindistandan, bizim orada yaşayan soydaşlarımız atamın yanına gəlirdi. Və bizim bu rayonlarımızın məktublarının paştalyon onda işləyirdi, mənim yadımdadır. Gündə heç olmasa bir 7-8 dənə məktub gətirirdi. Şeirinlə, ondan sonra xahişdindən, mənim atama zakazlar, sifarişlər gəlirdi ki... Saz sifarişi. Saz sifarişi, bəli. Həmişə demək olar ki, bizim ocaqlıq belə çox, yəni bu sənətə, xalqa yaxın olduğuna görə, bu sənət yaşatdığına görə, yəni həmişə ehtiyacı olub. Yaxşı, bəs rəhmətli kişiyə
Aşıq xudu mu deyirdilər, sazbənd xudu mu? Sazbənd xudu deyirdilər. Sazbənd xudu. Bəli. Yəni başınızın üstünə də vurmusunuz emalatxananın. Bəli. Belə deyək, divarında. Hörmətli tamaşaçılar, Bəxtiyar görürsənmi? Rəhmətli kişi, bax xudu kişi həmən bu kişidir ki, həqiqətən də övladı Fərman usta dediyi kimi xudu kişiyə adı xudu muydu? Bəli. Adı Xudaverdi idi. Amma bu el arasında Xudu deyə tanındı. Xudu deyə tanındı, Yəni bəli. belə möhür vuruldu xudu kişi. Bəli, bəli, Xudu deyə Sazbənd tanındı. xudu. Amma dokumentdə Xudaverdi gedir. Hamı təəccüb qalır ki, bəs bu necə ola bilər? İndi uzun deməkdən ötürü, adı uzun deməməkdən ötürü deyirlər ki, elə Xudu qalsın da Xudu, bəli. Xudu kimi də tanındı. Bəli, amma Xudaverdi deyəsən ki, harda Sazbənd Xudaverdi deyəcəklər, yox. Yox, ancaq orada Xudu kişi olub. Amma yadigar olaraq anamız qalıb, xudu kişidən qalan yadigardır. Hələ də yaşayır. Xeyirli ömürlər görəsiz ana. Çox sağ Nə olun. tərsiz? Yaxşıyım Sabahı müəllim. Xoş gəlibsiniz siz Toz rayonuna. Xuda ocağına Fərman önü. Xoş gəlibsiniz, safa gətiribsiniz. Sağ ol ana. Neçə yaşın var ana? Mənim 74 yaşım var. Sana qurban olsun mən ana. Aha, qurbanınız qoyun olsun. Xudu kişidən nə qalıb belə yaxşı xatirələr və ya pis xatirələr? Xuda kişidən yaxşı məhlə, mülk, oğlanlar, qızlar qalıb. Xalq içində yaxşı hörməti var. Xalqın sevirdi. Yaxşı sənəti var. O yer yoxdur ki, Xuda kişinin adı olmaya. İndi bax bu yaxşı xatirədir. Pis xatirə deyəndə bir sözlə nəzərdə Pis tuturam. xatirəyə qədəm qoymayın. Nəsə sizi döymək, söymək, belə bir şey varmı ki, deyirdiniz ki, rəhmətli bir dəfə məni bax belə bir söydü və ya incitdi məni. Nə bizi söyməyib, sənin qurbanın. Təmizlə, təmiz danış. Təmiz danışıram. Bizi nə söyməyib, nə deyib, döyməyib. Mən gül balalar yetişdirmişəm 8 dənə. Yoxsa başı ancaq qarışıb sazbəndliyə. Sazı da sevirəm, xuduyu da sevmişəm. Hər bir cəmiyyəti, xalqı sevmişəm. Ondan sonra sizin ayaqlarınız ağrımasın. Siz xudu kişi ölməyib, siz gəlibsiniz, xoş gəlibsiniz. Xudu kişiyi yaşadırsınız bugünkü gündə. Xudu kişinin ocağına gəlibsiniz. Təbii ki. Əlləriniz ağrımasın. Yaşan. Sevmisinizmi xudu kişini? Hərsiz. Həqiqətən. Həqiqətən. Yoxsa elə atanız rəhmətli belə dedi ki, gedəcəksən xuduya vəssalam. Yox, öz mehribançılığımızdan, irazalığımızdan, sevməyimizdən gəlmişəm. Sağ olun. Nə qədər sevmisiniz, nə qədər? Nə qədər ürək tutub o qədər sevmişəm. Ürəyiniz böyükdür, balacadır. Ürəyim böyükdür. O Sağ qədər də olun. sevmisiniz. Sizi kimi oğlanlar var, gəlibsiniz Xudu kişinin ocağına. Fərmanın öyünə sağ olun. Ürəyim də genişdir, hər bir şeyim sağ olun. Ana, indi bax, Fərman ustaya arada bir nəsə bir deyirsinizmi ki, dədəm belə eləyirdi. Yox, Fərman elə bir qabiliyyətli oğuldur ki, onlar Fərmanı qızlar qədər, gəlinlərim qədər istəyirəm. O uşaqlıqdan yanımdadır. Hamısı evladdır Fərmanı. Hansı daha çox xuduya oxşuyur? Xudu kişi. Hamısının O ustada. oxşarı, torpaqsan yaşasın. Oxşarı var, xəsiyyətdə yox. Ayrı-ayrıdır. Xəsiyyət ayrı-ayrıdır. Ay, sağ ol. Yəni deyirsiniz 5 barmağın hamısı eyni olmaz. Eyni olmur, yox. Xudu kişinin yerini də heç nə verməz. Sənətindən başqa. Sənətindən də verirlər, hörmətindən də verirlər. Sana qurban olum. Allah sizi sağ eləsin. Bu ocağın elə. davamçısı olaraq həqiqətən də siz xudu kişi olmasa da bugün, yəni aramızda ümumiyyətlə respublikada, Tovuz mahallında olmasa da siz bir yadigar kimi, yəni ağbirçək kimi qalırsınız və övladlarınızın başınızdasınız. Yəni Allah sizi əks eləməsin. Sağ olun. Çox sağ olun. Müəllim, Bəxtiyar müəllim, çox sağ olun. Əziz olun. Eşitdinmi Bəxtiyar müəllim? Bizim qonağımızsınız. Bir oğul kimi mən də sizi bəsləyirəm. Neçə gün qalsan, qonağımsan, sağ olun. Siz xudu kişiyi yaşadırsınız. Hər şeyi tərsinə görüb, tərsinə danışan adam. Qurutdu, Cücəli Tovuz xəngəli, birazdan səyyahda. Təsadüfən elə şeylərə şahid olursan ki, illərlə onun üstündə baş sındırsan, ağlıva da gəlməz. Anamızın təsadüfən Bəxtiyara müəllim deməsi, görün müəllim haqqında hansı fikirləri ortaya çıxartdı. İllərlə fikirləşsəydik, müəllim adına belə yüksək dəyər verə bilməzdik. Bəxtiyar müəllimə hələ indiyənə qədər Bəxtiyar müəllim deyən olmamışdı, amma siz Mən dediniz. dedim. Müəllim xalqın rəhbəridir, sənətidir, diplomudur.
öz sənəti, tərbiyəsidir. Bəxtiyarın da Bu deməkdir, başına dön. Bəxtiyarın da diplomunu ancaq mən verə bilirəm. Heç kim verə bilmir. Sağ ol. Səbih müəllim, sağ ol. Allah hamınızı var Sənin də eləsin. diplomunu o bir Allah versin. Amin inşallah. Belə ol. Ay sağ olun, sağ olun. Allah sağ eləsin. Fərman usta, indi sazı qoyun kənara. Sizin saz çalma məharətinizi biz gördük həqiqətən də. Halal olsun. Sənə başına. Can, Mən sənə can. İndi mən qalxıb gedə bilirəm, oturmu yoxsa? işiniz varsa gedə bilərsiniz. Hə. Çox Sizi də sağ olun, ana, sağ olun. Fərman usta, Bəli. saz məharətinizi gördük. Yəni sazda ifa eləmə məharətini nəzərdə tuturam. Amma düzəltməkdə necə? Nəsə bir şey tamamlayırsınızmı, yoxsa yarımçıq qalan bir sazınız varmı? Var Səbuh müəllim, yəni sənət davam eləyir. Burada mən Sənət yarımçıq işləyir. bir saz görürəm. Bəli, bunlar məsəl üçün təmirə gəlmiş sazlardır. Aha. Onlar təmirə gəlmiş sazlardır. Bu sazlar mən Alın o sazı alın. Biraz anladın onun nə ağacındandır, necə onu yığırsınız, necə kəsirsiniz. saz tut ağacındandır. Siz çox sağ olun ki, bizim yəni indi bunu xalqımız da sizin verilişi bəyənir. Mən özüm də siz buraya gəlməmişdən sizin verilişinizə dəfələrlə baxıb çox bəyənmişəm. Siz Azərbaycanın ən ucqar yerlərində qalan köhnə qalalardır, köhnə mədəniyyəti, tarixidir, köhnə insanlardır, sənətidir. Siz onları üzə çıxardıb onu xalqımıza tərənnüm edirsiniz. Siz bunları çatdırırsınız. Yox, gözəl çatdırırsınız. Biz ona baxırıq. Çünki mən bu köhnəliyi görmüşəm. Mən indi orta yaşdayam. Amma mən bunu görmüşəm. Bunu xalqımız gələcəkdə də bilməlidir ki, bu bizim xalqımızın sənətidir. Bunun işlənmə prosesini bizə anladın, xahiş edirəm. Çünki həm mənə də maraqlıdır, həm tamaşaçılara da maraqlıdır. Bunu necə dedik, tut ağacından. Bəli, tut ağacıdır. Necə bu formaya gətirirsiniz belə? Görürsüz, tut ağacı. Qövsvari. Şimdi ağacı seçmək lazımdır. Demək o deyil ki, hər ağacdan götürəsən, saz düzəldəsən. Yox, bizdə belədir ki, yəni biz bunu seçirik. Materialı atam ağacı çölündən baxanda tanıyırdı. Allah Taala ona o qədər qüvvə qismət Siz də verdi. tanıyırsınızmı? Yox, mən onu qədər tanıya bilməsəm də, mən amma kəsəndən sonra tanıyıram. Ayaqqabılarını giymisiniz amma gedə bilmirsiniz. Yox, mümkün deyil. Allah Taala hərənin özünə bir qismət verir. Tut ağacındandır. Bax bu hamısı hissədir, dilimlərdir. Bax belə bu gördüyünüz. Yəni bunlar belə dənə-dənə yığılır da. Belə ağaclardan. Belə hissələrdir. Bax bu hissələr qatlanır. Bizdə maşınka, köhnə dədə-baba maşınka var. Onunla əyirik birbaşa qurudulmuş formada. Və Sınmırmı? Bir sınanı da olur, sınmayan da olur da. Düyünlü sınır, düyünsüz sınmır. Ona görə biz Səbuh müəllim bu ağacları seçirik ki, yəni bu istədiyimizi alaq. Sonra bax ağacın öz xam malı budur. Məsəl üçün Yəni bunları belə bu şəkildə dilim-dilim kəsirsiniz bu formada. Bəli, budur. Bax burada görsən, bax bu dana budur, görsən. Bax bu dilim pişirəm. belə. Bəli. Bax görsən bu yarığı bax. Onu elə Bunu belə dilimləyirik. xətt çəkirsiniz buna, sonra Bəli, kəsirsiniz həminki formada. formada əyirsiniz. Bəli, əyirik. Sonra onu bir-bir Kaş əyirik. ki bunun işləmə prosesini çəkə bilsəydik, amma yarımçıq sazdır. Allah qoysa qismət olsun onu da çəkərsiniz bir gün. Advelini o formanda göstərəcəm, onu çəkərsiniz. Əsnasında. Sonra bax bizim bu qoz ağacıdır. Sadəcə buradır tut. Tut bəli, bax bu görürsüz budur buradan bu hissədən aşağı. Bura qədər tutdu. Bura qədər tutdu. Buradan yuxarı Buradan yuxarı qozdur. Bax bura da tutdu. İndi bura bişirilmiş formasıdır. necə yəni bişirilmiş? Yəni o vaxtı bunu elə bil ki çiğ qoyurdular, bişirilməmiş, saz səs vermirdi. Heç nə olurdu. Amma indi mən bu yaxınlarda Mədəniyyət Nazirliyimizin göstərişi ilə səfərdə oldum. Yəni bütün dünya sənətkarları, seçilmiş sənətkarlar oradaydı. Mən də öz əl işimi aparmışdım. Orada onlar bizim bu saza baxdılar. Heç belə bir saz, yəni gözəlliyi, forması özə bəzəkli saz idi. Heç dünya üzündə yox idi. Yəni ki, onlar elə gələnlər baxırdı ki, ilahi bu əldə işlənib. Bilmirsən, bu zavod. Sizin əl işinizdir. Bəli, bunun hamısı öz əl işimdir. Siz kimə bel bağlayırsınız yaxşı? Mən də özü vəsiyyət elədi ki, dünyada heç kim dünyanı tutulmayacaq. Özü də vəsiyyət elədi ki, Allah Taala bunu mənə vergi verib, bura ocaqdır, bu sənət qaynamalıdır. Getməlidir yəni, Bu davam sənət eləməlidir. qaynamalıdır. Allaha çox-çox şükürlər olsun ki, Kimə bel bağlayırsınız ailədə, övladda? bəli, evladlardan elə baxıram ki, elə qıza kimi maraqlıdır. Vallahi hamd olsun, uşaq əlimə saz alıram ki, bir saz havası çalım. Elə yürür əlimdən dartırlar ki, ver mən çalım, ver mən çalım. Elə Var mı indi bu evdə saat bel bağladığınız bir oğuldan, qızdan? var. Çağıra bilərsinizmi gəlsin? Hə, çağırıram. Hə, Niyaməddin çağır. Gəl bura dəliqanlı, gəl. Gəl. Sən də gəl. Sən də orada dayanma, gəl.
Necəsən? Yaxşıyam, sağ ol. Yaxşı olasan. Balaca sən gəl bura. Sən burada otur. Sən də otur. Mənim yanında deyilsən. Adın nədir? Murat, Murad. Kimin oğlusan? Aydınım. Aydın. Aydın kimdir? Deyənə xudu nəvəsi də, xudu nəvəsiyəm. Ha. Qardaşınızdır. Bəli, bəli, qardaşım. Ha. Yəni xudu kişinin nəvəsisən. Hə, Babanın nəvəsisən. hə. Maşallah. Sən Mən də kimin oğlusan? usta fərmanı. Ay sabah elədin. Deyirəm ki, bir dənəsinə sürücü ilə danışıram. Deyirəm kimin oğlusan? Deyir şofer filan kəsin. İndi usta fərmanın halal olsun. Saza ustalığa həvəsin varmı? Bəli, var. Atan kimi ümumiyyətlə yoxsa biraz daha da atandan fərqlisən? Atamdan fərqliyəm. Yəni aşağısan, yuxarısan? Yuxarı. Oo! İddiaya bax. Bir yoxdur, maşallah, yəqin özünə güvənir də. Belin yerə dəyməz ha, usta. Halaldır valla. Çörəyi olacaq yəni. Fəxrimizdir də, nə deyim? Respublikada tanınar da yəni. Bəli, Sizin bəli. kimi. Fəxrimizdir də, yəqin ki, bəli. Yaxşıdırsa da fəxrimizdir. Yaxşı. Biraz sonra sənin o məharətini görəcəyəm. Saz çala bilirsən? Bəli, çala bilirəm. Yaxşı. Nə ifa edəcəksən bizə? Ruhani havası. Ruhani. Oo, maşallah. Sən necə çala bilirsənmi? Belə də. İnşallah sən də böyüyərsən, inşallah ifa eləyərsən. Usta Fərman. Bəli. Bizə bir sözünüz varmı, son sözünüz? Mənim sizə sözüm ancaq odur ki, çox sağ olun. Mən sizin bütün yaradıcı heyətinizə öz dərin təşəkkürümü bildirirəm. Siz bizim Azərbaycanımızın, bizim xalqımızın bütün rayonlarını gəzərək mən özüm sizin verilişinizi izləyirəm. Sən orada onların bu köhnə xatirələrdir, abidələrdir, köhnə qalıqlardır, milli mədəniyyətidir. Hər bir şey üzə çıxarıb bizim xalqımıza və qeyri-xalqlara göstərdiyinizə görə mən sizə çox sağ olun deyirəm. Siz çox xoş gəlibsiniz Xudu ocağına və Tovuz rayonuna. Güman eləyirəm ki, vətən bizə oğul deyər. Deyərmi? Bəli, deyər. Deyər. Bəli, o anama da söz dediniz. Dediniz ki, anam da yəni sizin elə verilişə baxa-baxa deyirdi ki, gözəl veriliş aparırlar. O arvadlar əl işi görürlər, xalça dağını bəridir. Elə baxır deyirdi Allah sağ eləsin deyirdi. Gör nə qəşəng veriliş aparır deyir televiziyada. Sağ olun, Allah Çox sağ olun Səbuh müəllim, canınız sağ olsun. Mən sizin verilişinizə ancaq uzun ömürlük arzu edirəm. Çox sağ olun. Amin, sağ olun. Sizə də müvəffəqiyyətlər. Bu sənətdən alıb qalmayasınız. Yəni daim Xudu kişinin sənətini davam elətdirəsiniz. Sağlıqla belə nəsildən nəsilə davam eləsin. Çörəyiniz bol olsun. Hörmətli tamaşaçılar, biz bugün Aşıq ocağında deyildik. Məşhur Xudu kişinin ocağındaydıq ki, onu nəinki Tovuzda, Respublikada sazbənd Xudu kimi tanıyırdılar. Biz o kişinin ocağındaydıq. Hal-hazırda görəcəyiniz adın nədir? Niyaməddin. Nəvəsi Niyaməddin ifasında ruhani havasını dinləyəcəksiniz. Al qardaşım, öz məharətini göstər. Tovuz elinin bu mahalın, necə deyərlər, tanıtdır bütün dünyaya. Söz sənindir, buyur. Qulaq gündə bir söz eşitməsə kar olar.
Məndən olsaydı bir cümlədə əlavə edərdim onun yanına. Göz də gündə bir şey görməsə kör olar. Doğrusu tamamladı bir-birini. Deyirəm bir adamın ki, yol yoldaşı çiynində kamera gəzdirən bəxtiyar oldusa, daha vəssalam da. Özümə danışmaqdan başqa çarəm yoxdur. Amma onu da qınayası deyil. Daşlı kəsəkli yollarda özümüzü güclə gəzdiririk. Qaldı hələ bir bu qədər ağırlığında kameranı da çiynini alasan. Başımı salıb yenə də yoluma davam edirəm. Yol bu qədər uzanıb gedirsə, deməli bir ucu gedib harasa çıxacaq. Aha, gözümə kimsə dəyir axı. Deyəsən yolumuzun üstündə yenə də kimsə var. Amma bu səyyaha oxşamır. Çox güman ki, bu yerlərin adamındandır. Salam aleyküm ay Eyloğlu. Necəsiz? Nə var, nə yox? Nə qaçsın, nə tərsiz? Bu kənd hara gedir? Bu yol hara gedir daha doğrusu? Hansı kəndə gedir? Ubdinəz küyüb alaqşı qırıdış. Nə? Küyüb alaqşı qırıdış ubloy. Başa düşmədim. Küyüb alaqşı qırıdış. Kəndin adı elədir. İlab. Sən nə millətsən? Naciyə Brəza. Nə? Naciyə Brəza. Sən burdansan da? İlab. Sən tərsində danışırsan? İlab. Bir dəqiqə. İləb, yəni nə? Bəli. İlab. Adın nədir? Lulhab. Nə? Lulhab. Nə? Lulhab. Lulhəb. Lulhəb nə olur? Lulhabad. Bəhlul. Ud lulhabad. Ha. Bəxtiyarın adı nədir bəs? Rayit xab. Nə? Rayit xab. Bəs mənim? İhubəs. Nə bildin mən yuhubəsəm? Tanıyırsan məni? Marıxab. Hardan tanıyırsan məni? Atşirlev Marıxab. Yəni? Adruzuvulet. Gəldi başa düş. Başa düşənin atası da lənət olsun. Vallahi başa düşmürəm ha mən səni. Sən belə normal danışa bilirsən? Xoynam qacına ənsrat marşınat. Sağ ol. Allah köməyin olsun. Allah canını sağ eləsin. Minəcəsin. İndi bu yol hansı kəndə gedir? Ubloy rideş küyüb alaqşıq. Baş sən. Abi dilini çör dənə. Çörə bilirsənmi dilini? Əyröç mərilib. Neçə yaşın var sənin? Minəm İmruzu Qod Müşayraf. İndi yaxşı belə deyək də. Nə olar qurban olum sənə. Sənə quzu kəsim. Sənin adın Bəhluldur. Lulhəb. Amma sənin neçə yaşın var? 29. İmruzu Qod Müşayraf. Ay sağ ol. 29 yaşım var. İndi bu yol hara gedir? Bu yol böyük işlərə gedir. Amma bayaq nə tərdirdin? Küyüb alaqşıq ridik. Bu sənə Allahdan vergidir. Nədir bu? Əlibət. Qaşı idxaf Süzöz biyet anros ənşirat mıdşınat əli-bəli bindəzürü. Hə, talışa dedim ki, Azərbaycanca tərcümə ilə oxuduğumu dedi ki, həcqım xəcqım aləxmə əltiqamə qədər. Dedim, ay sağ ol, bax indi başa düşdüm. İndi mən də sənə deyirəm ki, nə deyirəm sənə? Nəs ənəm nəsri yedik, ub işi nəs ən adxaf nəsrilib, ədnəm məri yedik, qaşı nadxaf. Hə. Üzöz ənüzüt midet, nanno anros ənsrat midet, midnəzürü ənravi şadrub. İndi nə dedin sən? Mən dedim ki, bu sözü mən uşaq vaxtdan deyirəm. Qayıdıb o dediyim sözləri tərsinə öyrəndim. Aha. Çərxi fələyi tərsinə fırlanan bu dünyanın bircə tərsinə danışanları qalmışdı. Sağ olsun, ona da Lulhəbin sayəsində rast gəldik. Daha doğrusu Bəhlulun istedadı axtarmaqla deyil ki, özü gəlib səni tapacaq. Bilmirəm buna istedad deyirlər ya yox, amma bacarıqlı oğlandır. Lulhəb yəbi. Başa düşürsən də, artıq sən peşəkarsan. Lulhəb yəbi. Sən nəs, mahnı və ya şeir deyə bilirsənmi tərsinə? İləb. İləb.
Ağzın bal yesin səni, iləb, iləb. Gəl onda burada oturaq, mənə bir dənə şeirdir. Sən dağlar oğlusan da. Şəbətsi, şəbət. Nədir o? Şəbətdir. Baş üstə. Şəbətdir. Gəl bura çıxaq, bu dağlar oğlusan, sən dağlara aid nəsə bir şey dinən. Deyə bilərsənmi? Gəl. Əyid Mərəliyev. Hə? Əyid Mərəliyev. Gəl bura, gəl. Qoy Bəxtiyar da bizi belə qəşəng mənzərədə çəksin. Gəl otur. Otur. Narahat olma, üstün batmaz. Bəxtiyar görürsən bizi? Hə, gör. Sən bizə nə deyəsən? Reş Məriyid. Şeir. İləb. Nə şeiri? Aralığa deyə. Dağlara aid. İləb. Dağlar oğlusan. Tovuzlusan. Sağ ol. 29 yaşın var. Lulhab gəb. Hələ de. Namaz inəm İmrəvetçi. Sən belə elə. Lulhab. Birinci normal de. Sonra tərsinə de. Ralo. Hə de. Ralo nə? Olur, olar. Hə. Zaman məni sevərmi heç? Nə böhtanam, nə şərəm mən. Əgər bir mərd oda düşsə, ondan əvvəl düşərəm mən. Bu dağların səfa halın. Gəlin məndən xəbər alın. Haqq yolunda ayaq yarın, diyar gəzərəm mən. Mən bəhlilamdı bu vaxtda. Hər şey yalan, hər şey saxta. Nə tapmışam düz olmaqda, nə ağılsız bəşərəm mən. Ağılsız bəşərsən, Allah eləməsin. Niyə ki? Düz olmaqdan tapmamısan heç nə. Xoy. Rıxab ənzöz. Gərək fırıldaqçı olasan. Xoy, xoy. Hə, xoy Allah eləməsin. Həb idəliyib. Yəni, Bəxtim belədir. bəxtin elədir. Elədir. Hə, sən düz olsan, sənin bəxtin gətirmir. Elədir. Bəs sən nə indirsən onda? Ənçə, züd ralı məridik. Yəni, yola verirsən. Düz ola gedirəm. Hə, düz olursan, amma düzlüyü əldən vermirsən. Elə. İləb, ay sağ ol. İləb şirin. İndi tərsinə de onu. Namaz inəm İmrəvetçi. Ən manat höp, ən mərəşnə. Rəgəribdirəm adu ədşüd. Nadnul əvvə mərəşüdnəm. Ubnıralğad afəsnıla. Niləcnədnəm rəbəxnıla. Qah adnıloy qayaqnılay. Rəyid məzərəknəm. Nəm mallul həb idub adxaf. Rəh yeşnalay, rəh yeş adxas. Ən maşımpat züd admaqlo. Ən zısqıla rəşəbmən. Ha, bu dəhşət qabiliyyətdir, maşallah, maşallah. Neçə yaşından bəri tərsinə danışırsan? Nadqal quşu Uşaqlıqda. ilə. Yəni neçə yaş olur onda? 10 yaş. Mən Mixət Noşay, Norib Şay, Əli Aşağı yuxarı 10 yaş. Olar. Ralı. Ralo, ay sağ ol. Sən ləzgi kimi dediyindən dönmürsən ha. Rola. Nə? Nə idi o? Rola Rola, yəni olar. Ay sağ ol. Lulhəb. ilə. Sən mahnı oxuya bilirsən bə tərsinə? Ənsrid hənəm ayxo mərəlib amma iş mamışam xo. Yəni Oxumamışam. heç oxumamısan. Bəlkə Acala bıxab maşımı xo idni xoyat. Nəm naruq meyilhə. Ano ərök iyniham ığmaxo tələhməz mərmib. elə bir ki, hansısa başqa bir millətin nümayəndəsidir, mən bununla söhbət eləyirəm. Amma tovuzlusan da kişi kimi. Elə. De, vallah tovuzlu ya. Vallah mayl zvot. Halal olsun. Hə. İndi dinən ki, hörmətli tamaşaçılar. İltəmrü Ralı saç maş. Siz Ziz Xəzər televiziyasında Ədəviyyat Ay sağ ol. acası. Hə, qısa deyirsən sən. Ay, sən yaman şeysən. Xəzər televiziyasında səyyah proqramında Hayyəs İdnəmrəlaq tərsinə danışan Ənisrət Nanışat Bəhlulu Ululhəb
tanıdınız? Zıdınınat. Allah Allah. Bəxtiyarla Səbuhinin Nini Hubəs. Nirat Xiyəb. işlərini, İnirəlişi. çəkilişlərini, İlişini çəç. avant Dınava. eyləsin. Misaliye. Razısan Bəxtiyar? Qardaşın işi gücü var, getsinmi? Qardaş sağ ol, var ol. Ya Allah, Allah köməyin olsun, gəl. Kəndə gedirdin. Nə kəndi idi? Quçlar, Qılmaş. Qılmaş. Yəni nə idi o? Şamlıq. Şamlıq kəndi. Ay sağ ol. Şamlıq kəndinə gedirsən, amma məndən başqa sən Allah heç kimlə tərsinə danışma. Elə bilərlər ermənisən, vurarlar səni bitər eləyərlər. Odula. Yaxşımı? Qışqa. Dinən yaxşımı? Dinən yaxşımı? Yaxşımı? Sağ ol. Sağ salamat. Sağ ol. Hörmətli tamaşaçılar, gördünüz də Lulhəb Yəbin dediyi kimi biz hələ Tovuzda çox şeyləri ortaya çıxartmağa çalışacağıq. Burada zəngin bir yer, həqiqətən də qədim el, oba və insanları ilə seçilən, sevilən bir mahaldır. Bəxtiyar da gözünə nə versin? Bəxtiyar da gözünə us versin. Us versin ki, işlərimiz yaxşı getsin. Tovuzda səyyahın səyahəti hələ davam edir. Qurutdu. Cücəli Tovuz xəngəli birazdan səyyahda. Yayın istisi bir yandan, yorğunluq da ki öz yerində. Aclıqdan gözümüzün qabağından keçən hər şeyi yemək vidində görürdük. Bu da bizə daha bir fürsət. Həm yemək yeyərik, həm də Tovuz mətbəxi ilə tanış olarıq. Qarşımıza çıxan ilk evin süfrəsinə şərik çıxdıq. Sağ olsun Almaz xala da bizi qonaq kimi deyil, ev yiyəsi kimi qarşıladı. Qonaqpərvərliyimiz hər zaman yerindədir də balam. Deyəcəksiniz ki, Almaz xala bizi nəyə qonaq etdi? Yeriniz məlum. Dadlı Tovuz xəngəlinə. Elə bir bal Almaz xalanın əlindən deyil, dilindən süzülürdü. Ana, Tovuz deyiləndə ancaq xəngəl mi yada düşür? Hə, Nə hə? xəngəl pişiririk. Bişirirsiniz, bilirəm, xəngəldir, xəmir yayırsan. Xamrı yayırıq. Ay sağ ol. Xamrı yoğururuq. Hə, Sonra yayırıq. ay sağ ol. Ocaq yandırırıq. Su qoyuruq. De, Hə, quru dəzirik. Bəxtiyar bax, ocaqda da, qazda deyil. Quru dəzirik. Budur. Qurut budur. Budur, hə. Hə, hə. Quru dəzirik. Xəngələ soğança qayırırıq. Ay sağ ol. Pişiririk beçi ilə. Budur. Pişiririk. Qonaqlara gələndə yedirdirik. Əcəb elə. Yola salırıq. Səbuhi ilə qonaqlarımız Bəxtiyar, tez gəlsin. Səbuhi ilə Bəxtiyara da yedirərsənmi? Yedirdərəm. Ay sağ ol. Bəxtiyarda da yaxşı qaynan olar ha, gəl. Bundan bizə nə tək qaynan olar? Gəllə zulum verər. Oo, əlini ayağını yeyər. Gündə 5 dəfə xəngəl pişirtirər o gəllər. 50 yandıra yandıra. Anacığım, Cacan. indi bu mənlə Bəxtiyara neçə gündə bəs eləyər? Hərənizə bir 4 dənə kündə. 4 dənə gündə, Hə. bu birincisidir. Bu birincisidir. Ay sağ ol. Hə, 4 dənə gündədən sonra hə. yaydın, kəsdin. Kəsdim. Yarpaq xəngəldir da bu. Yarpaq xəngəl. Ay sağ ol. Sonra nə edəcəksən? Sonra da sinirlərə çəkəcəm. Qurutduracam. Üstünü də düzələyəcəm, yeyəcək. İnşallah. Hə, mən də sizinlə barabar yeyəcəm. Neçə dəqiqə sonra yeyəcəyik? 15 dəqiqədən sonra. 15 dəqiqə sonra yeyəcəyik. Bəxtiyar hələ ki bax, ana sən yay. Yayıram qanı. Ay sağ ol. Vaxtımız getməsin. Yayıram. Hələ 4 dənə gündə bir adama. Hə, bir adama 4 gündə. İndi Dörd- baxır da adama. Mən özüm 5-ini də yeyirəm. Bəs Bəxtiyar neçə dənə yeyər? İndi o baxar Bəxtiyara nə bilim 5-ini yeyəcək, 4-ünü yeyəcək, bəlkə birini yeyəcək. Qonaq tutanacaq. Utanırsan mı? Pişirmişəm, Cücüyü pişirmişəm. bişiriblər, hə, həyətdən döz də. Yeyəcəksənmi? 7 dənə. Sənin belin qırılmasın. Hə, Sağlığın. sağlığın. Hələ ki izləyirik.
Hə. İzləyirik, yayırsan. Yayır. Yavaş-yavaş, ay sağ ol. Ana, bu qurut var ha. Hə. Bunu nətər edirsən? Onu qatıq çalırıq. Hə. Qatığı da qəşəng. Bilmədiyim üçün soruşuram ha. Bil də deyib, Hə. qatıq çalırıq. Aha. Qatığı da nəhri ilə çalxıyırıq. Ay sağ ol. Ondan da torviyə tökürük. Qurudur. Ayranı. Aha. O da qəşəng qatılır, duzla yoğururuq, quruq qarıyırıq, qışa da saxlayırıq, qışda da pişir yeyirik. Sonra bunu niyə belə, bax bu indi çox şeydir. Əzmişik. Əzmisən. Nədə əzmisən? Tavada, qazanda, nə bilim, Suyla. Suyla, cəmdə, libo şirəli bir qavda. Ha. Hə. Bu formada bəxtiyar orada görsənmi? Belə maye formasına gəlir qurut. Bunu nətər xəngəlin üstünə mi tökürlər? Xəngəlin üstə tökür, üstündə də beçəli soğancıyı tökür. Bişəndən sonra. Pişəndən sonra. Ay sağ ol. Bu nədir? O qatıqdır. Qatıq. Hə. Qurut da qatıq da ikisi də. Yox, qatıq ayrıdır, quru da ayrıdır. Pəhriz olan ondan yeyir, pəhriz olan bundan yeyir. Ha, Hə. seçimə görə. Seçimə görə. Kimin ağız ləzzəti, Hə, dadı nətər, damağı dadı Hə. nətərdir elə. Yaxşı. Bu da həyət cücüsü. Həyat cücəsi, bax, ota qapımızdandır. Ay sağ ol. Bunu Öz da qapımızdan. qızardırsan normal. Soğancı ilə qızardıram, Ay sağ ol. nəhrə yağından. Ha. Hə, nəhrə yağından. Ay sağ ol. Xəngəlin üstünə. Hə, xəngəl üstə pişirirəm. Sağ ol. Hə. 15 dəqiqə sonra. 15 dəqiqədən sonra. Yaxşı. Hörmətli tamaşaçılar, 15 dəqiqə sonra ana heç adı soruşmadım. Almaz. Almaz ana. Almaz ananın bişirmiş olduğu cücülü, Cücülü yox. Hə. Cücəli xəngəl. cücəli xəngəli biraz sonra yeyəcəyik, dadına da baxacağıq. Tovuzun xatınlı, Xatınlı kəndindən. Tovuzun xatınlı kəndində. Təbii ki, Tovuzda çox şeylərin şahidi oluruq. Sazlı sözlü insanların bax belə əl məharətlərinə də rast gəlmişik ki, hansı ki Almaz ana 15 dəqiqə sonra tam olaraq hazırlayıb, ana sən işi gör, hazırlayıb bizə təqdim edəcək. O cümlədən siz də izləyəcəksiniz. Yemək bişməyə yaxın biraz da səbirsizlənirdik. Dağ havası, ac adam, qurutlu cücəli də xəngəl. Daha qalanını özünüz təsəvvür edin. Ana, atırsan bu suya? Hə, pişirək. At ana, mən də bir də çay içim. Bəxtiyar tövmüşəm, gələrsən içərsən çayı. Elə ki, Almaz ana xəngəlləri yavaş-yavaş suya tökür. Qoyaram da, qoyaram. Elə ki, əsas budur. Burada adətdir, xingəli əllə yemək. Xəngəli, xörəyi, plovu əllə yemək. Xatınlıda mı, Tovuzda mı? Tovuzda ümumiyyətlə. Sağlıq olsun, bir də gələrsə sizə mən döşəmə plov pişirirəm, onda gələrsin. İnşallah, inşallah. Təki canın sağ olsun. Görün, döşəmə plov nədir? Bu suyu qaldı axı bunun. Sulu yaxşıdır. Valla. Mən doymaram bundan. Bu da Bəxtiyarındır mı? Hə, Bəxtiyar sənki də. mən yeməyəcəm, payımı sizə verəcəm. Sağ ol. Allah ömür versin. Canınız sağ olsun. Sizlə bir yerdə, balalarınla, ailənlə. Sizlə bir yerdə qadın. Allah Taala sizin canınıza can sağlığı versin. Ömrünüz uzun olsun. Sağ ol. Canınız sağ olsun. Həmişə də bizi itirin, axtarın. İtirməyəm axtaraq. Hə, itirməyəm axtaraq. İtirib axtarmaq pisdir, sonra tapmamaq
Yox, yox, dəqiq. Sən deyirə Bəxtiyarla tutaşma. Nə bərabər? 24 saatlıq bərabər. Hazırdır. Ana hazırdırmı? Hazırdır qadınlar. Yeyə bilərəmmi? Yeyə bilərik. Ay sağ ol. Hasınla yeyim. Hasından ürəyin istəyir. Gör yaxşı tikə hasa. Sinədə. Könlümcədir. Hə. Yaxşı. Buna bayaq üstü ot tökdü. Hə. Biraz da tökün. Hörmətli tamaşaçılar, Tovuzun Xatınlı kəndi idi ana. Tovuzun Xatınlı kəndi. Tovuzun Xatınlı kəndində Almaz ananın bişirmiş olduğu qurutdu xəngəli əlimlə yedim, Beçəli söz xəngəli. vermişdim. Beçəli xəngəli. Beçəli qurutdu xəngəli. Sağ ol ana. Çörəyin bol olsun. Sağ ol, canınız sağ olsun. Əllərinə sağlıq deyirəm. Canınız sağ olsun. Gün o gün olsun, gəlin, sağlıq olsun. Sizə bir yaxşı kebab, döşəmə plov bişirim özüm bu əllərimlə burada. Kebab istəmirəm, döşəmi plov istəyirəm. Baş üstə, baş Sağ üstə ol. bişirirəm. Mən yeyirəm ha yenə. Nuşi canın olsun. Bəxtiyar söndürərsən, gələrsən, yaxşımı? Hələ ki Tovuzda səyyahın səyahəti bu xəngəllə davam eləyir. Bolluca gəzdik, yeməyimizi də yedik. Yeməkdən sonra nə edərlər? Xeyr, yatmazlar. Günün istisində isti xəngəl yedikdən sonra balam yatmaq olar. Yediklərimizi həzm eləmək lazımdır. Onun üçün də nə etməliyik? Yola davam. Səyyah getdi, qarşısına iki yol çıxdı. İndi ya işıq gələni seçməlidir, ya da ki qaranlığı. Səyyahın hansı yolu seçdiyindən gələn həftə xəbər tutarsınız. Yolumuz hələ uzundur. Bizim ayağımızla gəzib, bizim gözümüzlə hər yeri görmək üçün 1 saatlıq səyyaha yol yoldaşı ola bilərsiniz.